Uzun müddətdir bu qalmaqallı döyüş gözlənilir. Çünki bir çox adam mənə yazır ki, bəs onların arasında bir problemlər də var və bununla bağlı mən də istədim ki, sparringdə bir-birlərinə sözlərini desinlər. Çünki belə yola gedə bilmirlər. Adın nədir? İbrahim. Hansı çəkidə döyüşürsən? 65. Sən? Nicat 70 kilo döyüş. 70 kilodur. Aramızda o qədər də çox böyük bir fərq yoxdur. Sən çıx tərəziyə bir də baxaq, dəqiqləşdirək. 65, əla. Sən çıx, cəl. Əla, gəlin. Uşaqlar, sparringimiz olacaq 3 raund, 3 dəqiqədən. Ümid edirəm ki, orada bütün aramızda olan problemin həllini tapacaqsınız. Yəni, bu dəfə isə söz yox, ancaq yumruqlar danışacaq. Və burada da bitəcək bütün aramızdakı mübahisələr. Ümid edirəm ki, dost kimilikdən düşəcəksiniz. Face to face eləyirik. Nəsə sözüm var? Nizata qarşı. Ringdən qıraqda bilmirəm, amma ringdə sənə yaxşısan bura sözünü çox deyəcəklər. Sən nəsə demək Mənim hamı döyülən qədər özünü pəhlivan hesab edir. Bu da yaxşı söhbətidir. İnşallah yaxınlaşırıq. Artıq hərəkət olmaz. Baxırıq bir-birimizin gözünə. Dedim axı, artıq hərəkət olmaz. Yaxşı uşaqlar, gözlüyüm. 6-cı gün ayın neçəsidir? 18-i. 18 oktyabr hər kəs bu qalmaqallı sparingi gözləsin.